Məsmə Aslanqızı Allahverdiyeva 1978-ci il fevralın 11-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İnsan Universitetinin Dram və Kino Aktyorluğu fakültəsinə daxil olub. Kurs rəhbəri rejissor Azərpaşa Nematov Akademik Milli Dram Teatrında Elçinin Ah Paris, Paris satirik komediyasını tamaşaya hazırlayanda Məsməni bu əsərdə Nurbəniz roluna dəvət edib. 1996-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. Satirik, komik və məsxərəli səhnə obrazlarını duzlu şövqlə oynayan aktrisa eyni zamanda Şekspirin Hamlet faciəsində Ofeliya kimi psixoloji, dramatik, lirik xarakterli rol da məharətlə ifa edib. Onun yaradıcılıq yolunda artıq müəyyən sambalı səhnə surətləri var. Şahzadə, Pioner qız, Katibə, Falçı Ağabacı, Nurbəniz, Dəlim, Mənim ərim dəlidir, Ah Paris Paris, Roza, Ağabəyim Ağa, Nargilə, Almaz və s. bu silsilələrdəndir. Məsmə Aslanqızı bir sıra telekanallarda əyləncəli və musiqili şou verilişlərin və bir çox dövlət səviyyəli tədbirlərin aparıcısı olub. Məsmə Ağaberdiyeva 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına prezident mükafatına layiq görülüb. Aktrisa Məsmə Aslanqızı 20 yanvar faciəsi zamanı şəhid olan Aslan Ağaberdiyevin qızıdır. 26 aprel 2012-ci ildə teatr nominasiyasında Boy Çiçəyi tamaşasında uğurlu roluna görə May mükafatına, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 8 may 2025-ci illərdə prezident mükafatına, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Ailəlidir, 2 qızı var.